Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Aysun İsmailovanın boşanmaq ərəfəsində olduğu əri vəkil Ramil Vəliyev haqqında şok iddialar yayılıb. Xəbər verilir ki, Ramil Vəliyev birinci evliliyindən olan övladları ilə səyahətə çıxdığını sosial mediada paylaşaraq izləyicilərinin diqqətini cəlb edib. Bu paylaşım sonrasında isə izləyicilər müxtəlif şərhlər yazıblar. Çoxları Vəliyevin keçmiş həyat yoldaşı ilə barışdığı və yenidən münasibətlərini düzəltdikləri barədə fikirlər səsləndiriblər. Şərhləri təqdim edirik. Acıq vermir, insanın ruhu açılır, üzü gülür. Sanki bu kişini əsir götürüblərmiş. Həmişə üzün gülsün. Aysun və sən başqa dünyanın adamı idin, acığına gəlməsin, canını yaxşı qurtardın. Öz ailənizin başında olun. Bir tor idi düşmüşdünüz. Dəyərli Ramil bəy, siz düz seçim elədiniz, halal olsun. Və belə buna oxşar digər şərhlər Instagramı bir-birinə vurub. Aysunun fanatları isə bu məsələyə heç bir münasibət bildirməyib. Xatırladaq ki, müğənni Aysun İsmailova və həyat yoldaşı bir müddət öncə boşanmağa qərar veriblər. Bu barədə Ramil Vəliyev məlumatı təsdiqləyərək bildirib ki, boşanmanın səbəbi onun kobud və soyuq xarakteridir. O, həmçinin qeyd edib ki, hər iki tərəf nikahın pozulması üçün mediasiyaya müraciət edib. Qeyd edək ki, cütlüyün Sevgi adlı bir qızı da var.